Dəyərli izləyicilər, hər birinizi Gürcüstanın Quriya bölgəsindən salamlayıram. Bugün burada dünyada 15 milyon satış rəqəmlərinə çatmış, 2024-cü ildə dünyanın ən çox satılan modeli ünvanına layiq görülmüş, 30 ildir ki, Toyota'nın ən məşhur modellərindən biri olan yeni 6-cı nəsil RAV4 modelini təqdim edəcəm. Azərbaycanda yeni nəsil RAV4 2.5 litrli hibrid mühərriklə təqdim olunub. Həm ön ötürücülü, həm də tam ötürücülü versiyası mövcuddur. 0-dan 100-ə ön ötürücülü versiyanın sürətlənməsi 8 saniyə, tam ötürücülü versiyanın sürətlənməsi isə 7.7 saniyə baş tutur. Həmçinin nəzərinizə çatdırım ki, Toyota yeni RAV4-də özünün ən son 5-ci nəsil hibrid texnologiyasına keçid aldı. Həmçinin qısa müddət ərzində Azərbaycanda plug-in hibrid versiyası da təqdim olunacaqdır. Avtomobilin ön dizaynını nəzərdən keçirsək, yeni nəsil RAV4 köhnə nəsillə müqayisədə artıq daha sərt, daha cəsarətli və daha premium görünüşə sahibdir. Yeni Toyota modellərində olduğu kimi, Toyota bu modeldə də Hammerhead, yəni çəkic başlı dizayn üslubundan istifadə edib. Avtomobil artıq daha macəra ruhlu və daha möhkəm xarakterli dizayna sahibdir. Avtomobilin ön hissəsinə baxsaq, burada ön radiator barmaqları ön bamperlə 3D 6 bucaqlı motivlərlə inteqrasiya olunmuşdur. Toyota hətta bəzi sensorları və kameraları ön radiator barmaqlarının arxasında gizlədilmişdir. Həmçinin ön duman əleyhinə faraların yuvasında parklama sensorları da gizlədilmişdir ki, ümumi baxdıqda çox gözəl, vahid bir dizayna avtomobil artıq sahibdir. Avtomobilin ön faralarda çəkic başlı dizayna sahibdir, LED faralardır. Həmçinin nəzərinizə çatdırım ki, ön kapot da enişli bir dizayna sahibdir. Bu da yolsuzluq şəraitində avtomobili idarə edərkən daha böyük, daha geniş görüntü bucağına sahib olmaq üçün tətbiq olunub. Avtomobilin yan tərəfini nəzərdən keçirsək, istifadə olunan çizgilər avtomobilə atletik və vizual olaraq balanslı bir ab-hava qatıb. Həmçinin komplektasiyadan asılı olaraq 18 və 20 düymlük yüngül lehimli disk opsiyaları təqdim olunur. Avtomobilin arxa dizaynı tamamilə yenilənib, artıq incə LED arxa fənərlərdən istifadə olunur. Həmçinin avtomobilin model adı tam olaraq qeyd olunmuşdur. Loqo daha çox qara rəngdə qeyd olunmuşdur. Həmçinin bir-birindən gözəl 4 yeni rəng seçimi də mövcuddur. Yeni nəsil RAV4-ün interyeri tamamilə dəyişilib. Toyota mühəndisləri həm texnologiyanı sevən gənclər üçün, həm yolsuzluq şəraitində avtomobili idarə edən şəxslər üçün, həm də komfortu sevən şəxslər üçün bu avtomobili tərtib edib. Həqiqətən bütün lazımi düymələr əlinin altındadır. İlk öncə nəzərinizə çatdırım ki, avtomobilin cihazlar paneli 40 mm aşağı endirilib. Bu da görüş bucağını artırıb. Avtomobildə iki böyük displey mövcuddur. Birincisi 12.3 düymlük kombimetr və digəri isə mərkəzdə yerləşən 12.9 düymlük böyük multimedia displeyidir.
Nəzərinizə çatdırım ki, multimedia displeyinin sürəti 4 dəfə yaxşılaşdırılıb, yaddaşı isə 8 dəfə yaxşılaşdırılıb, həm də yeni əməliyyat sistemindən istifadə olunur. Bu barədə mən birazdan sizə ətraflı danışacağam. Mərkəzdə bir sıra düymələr mövcuddur. Burada avtomobilin sürüş növünü dəyişən düymələr mövcuddur. Gördüyünüz kimi burada idman rejimi, eko rejim, balanslı rejim və özünüzə uyğun olaraq da bir rejim yarada biləcəksiniz. Hal-hazırda əyləşdiyim avtomobil tam ötürücülü RAV4-dür və buna uyğun olaraq da bəzi texnoloji düymələr mövcuddur. Digər düymə isə EV moddur. Bildiyiniz kimi hibrid texnologiyasında qısa məsafələr üçün olsa belə tam elektrik şəkildə avtomobili idarə etmək mövcuddur və bunu da bu düymə vasitəsilə aktivləşdirə bilirsiniz. Həmçinin Trail mod və Snow modu da mövcuddur. Trail mod nədir? Adətən yolsuzluq şəraitində avtomobili idarə edərkən əgər hər hansı bir təkər havada qalarsa, sistem avtomatik olaraq həmin təkərə gücü yönləndirmir və digər təkərlərə yönləndirir və bunun nəticəsində çətin vəziyyətdən çıxa bilirsiniz. Snow rejimində isə qar rejimidir. Təbii ki, qar rejimində avtomobil sürüşmə sistemlərini aktivləşdirir və sürüşmənin qarşısını almaq üçün bir sıra tədbirlər görür ki, bu da təbii ki, qarlı rejimdə avtomobili idarə edərkən müsbət bir haldır. Digər bu hissələrdə isə 45 vatlıq 2 USB-C çıxışı mövcuddur. Bütün kameraların avtomatik 360 dərəcə kameraların aktivləşdirmək üçün burada da düymə mövcuddur. Siz rahatlıqla avtomobilin ətrafında baş verənləri buradan görəcəksiniz. Həmçinin yolsuzluq şəraitində ilk dəfə olaraq yeni nəsil RAV4-də tam ötürücü versiyada tətbiq olunan eniş zamanı yardım texnologiyası da bu avtomobildə tətbiq olunub, əlavə olunub və xüsusilə sərt enişlərdə siz yalnız sükanı tutaraq avtomobili idarə edə bilərsiniz. Digər bütün əməliyyatları sistem özü sizin üçün tənzimləyir. Məni sevindirən digər ən əsas məsələ isə burada çoxlu əşyalar üçün, telefon üçün yerlər mövcuddur. Qeyd edim ki, mərkəzdə 2 simsiz enerji doldurma yuvaları mövcuddur. Həmçinin 2 45 vatlıq USB-C çıxışları mövcuddur. Kifayət qədər böyük yer mövcuddur. Məsələn, bu hissədə kifayət qədər geniş yer mövcuddur ki, bir sıra əşyaları mən bura əlavə eləyə bilərəm. Mərkəzdə də stəkan əlavə eləmək üçün yer mövcuddur. Qapı hissəsində də kifayət qədər geniş əşyalar üçün yer mövcuddur. Sərnişin tərəfində öz telefonunun qoyulması üçün yer mövcuddur. Həqiqətən komfortu çox detallı şəkildə Toyota mühəndisləri düşünüb. Bu da çox müsbət bir haldır. Yeni nəsil RAV4-də ilk dəfə olaraq elektron transmissiya idarə etmə texnologiyası istifadə olunub. Yəni burada bu əslində shift by wire adlanır və ənənəvi sürət qutusu başlığı burada yoxdur, yəni keçirmə prosesi yoxdur. Sadəcə bir düymə vasitəsilə siz rejimləri dəyişirsiniz. R rejimi, D rejimi və parkinqə keçirmək üçün sadəcə P hərfini basırsınız və avtomobil parkinq rejiminə keçir. Kifayət qədər rahat bir texnologiyadır. Yuxarı komplektasiyalarda böyük panoramik tavan mövcuddur. Buradakı düymə ilə siz tam şəkildə tavanı açırsınız. Və qeyd edeyim ki, külək səsinin qarşısını almaq üçün də xüsusi bir deflektor da əlavə olunub tavana və hətta siz panoramik tavan açıla bilən bir lyukdur, tamamilə açılır. Multimedia displeyində artıq Toyota şirkəti ümumiyyətlə ilk dəfə RAV4-də Arien əməliyyat sisteminə keçid aldı. Bu sistemin əsas üstünlükləri odur ki, əvvəllər yalnız əməliyyat sistemi, statik əməliyyat sistemlər mövcud idi Toyota avtomobillərində. Yəni siz bunu dəyişə bilmirdiniz və dəyişmək ehtiyacı olduqda yalnız rəsmi dillər mərkəzində əməliyyat sistemi dəyişmək mümkün olardı. Ancaq indi Arien texnologiyası, əməliyyat sisteminin sayəsində siz avtomobilin əməliyyat sistemini internet üzərindən də yeniləyə biləcəksiniz və bunun nəticəsində bir sıra texnoloji yeniliklər, digər yeni düzəlişlərin hər birini internet üzərindən siz əldə edə biləcəksiniz ki, bu da çox vacib bir amildir. Ümumiyyətlə, bildiyiniz kimi Toyota adətən fiziki düymələri hər zaman xoşlayır və bütün bu sistemləri hər birini multimedia displeyindən də idarə etmək mümkündür. Ancaq hər zaman da fiziki düymələr də bura əlavə edir. Burada
alt hissədə bir sıra fiziki düymələr var ki, anidən avtomobili idarə edərkən bəzən rahatlıqla ekran üzərindən hər şeyi idarə etmək mümkün olmur və tez bir şəkildə fiziki düymələrə ehtiyac olur və Toyota hər zaman bu barədə düşünür. Məncə kifayət qədər yaxşı ideyadır bunların mövcudluğu. Həmçinin multimedia displeyi kifayət qədər sürətlidir. Bayaq da qeyd etdiyim kimi 4 dəfə sürəti yaxşılaşdırılıb. Burada gadgetlər artıq əlavə eləmək mümkündür. Bir sıra texnoloji avadanlıqları ekrandan idarə etmək mümkündür. Məsələn, hansı texnologiyalar avtomobildə, təhlükəsizlik texnologiyaları aktivdir, bunu rahatlıqla buradan görmək mümkündür. Hətta qrafik təsvirlər də yaradıblar ki, hansı texnologiyanın nə mənaya gəldiyini burada sizdə rahat şəkildə izah edir. Kifayət qədər gözəl bir addımdır. Bəzən sürücülər bir sıra texnologiyalar haqqında məlumatsız olurlar və nə işə yaradığını da bilmirlər. Artıq sadəcə üstünə tıklamaqla siz avtomobil barədə, həmin seçdiyiniz texnologiya barədə ətraflı məlumat əldə edirsiniz və qrafik şəkildə sizə burada izah edir ki, həmin texnologiya necə çalışır və nə üçün lazımdır. Həmçinin yeni nəsil RAV4-də qeyd etdiyim kimi plug-in hibrid versiyası da qısa müddət ərzində Azərbaycanda təqdim olunacaq. Burada bir sıra yaxşılaşdırmalar mövcuddur. Xüsusilə artıq yeni nəsil RAV4-də 23 kW-lıq böyük bir bateriyaya sahibdir avtomobil. Plug-in hibriddən burada söhbət gedir. AC tipində 11 kW-lıq dəstəklə şarj etmə periodu 3 saat ərzində mümkündür və DC tipində 50 kW-lıq şarj dəstəyi ilə 10%-dən 80%-ə sadəcə 3 saat ərzində artıq avtomobili şarj edə biləcəksiniz və toplam olaraq plug-in hibrid versiyası elektrik şəkildə 137 km irəliləyə biləcək. Bir məsələni də qeyd edim ki, ilk dəfə olaraq yeni nəsil RAV4-ün plug-in hibrid versiyasında 6-cı nəsil hibrid texnologiyasından istifadə olunub ki, bir sıra texnoloji yeniliklər, bir sıra deyək, vacib komponentlərin yenilənməsi baş tutub. Yeni RAV4-də ümumiyyətlə kuzovun möhkəmliyi 10% artırılmışdır. Həmçinin askılardan da biraz danışmaq istərdim. Ön tərəfdə McPherson, arxa tərəfdə isə Multilink askı sistemindən istifadə olunub. Bir sıra yeni texnoloji yeniliklər mövcuddur. Burada təhlükəsizlik sistemləri yeni nəsil RAV4-də Toyota TSS-4 texnologiyasına keçid aldı. Kameraların yaxşılaşdırılıb, kameraların həm piyada, həm avtomobil görmə bucaqları artırılıb. Bir sıra yeni təhlükəsizlik funksiyaları da əlavə olunub. Xüsusilə avtomobili idarə edərkən arxadan gələn avtomobilləri artıq avtomobil sizə məlumat verir. Ötmə əməliyyatını yerinə yetirərkən təhlükəli hal hiss etdikdə sizə həm səsli məlumat verir, həm də sükana vibrasiya şəklində məlumat göndərir. RAV4-də həmçinin yeni elektron ələcləmə sistemindən də istifadə olunub. Artıq həqiqətən ələcləmə prosesi daha təbiidir. Bundan əlavə sərt döngələrə daxil olduqda avtomobildə bir sıra sistemlər aktivləşir
və bu sistemlər mühərrik gücünü aşağı salır və bunun nəticəsində siz sərt döngələrə kifayət qədər inamlı şəkildə daxil ola bilərsiniz. Çevik sürətlənmə də yaxşılaşdırılıb. Həqiqətən qaz pedalına ayağımı qoyduqda avtomobil ani reaksiya verir buna. Bu da hiss olunur. Köhnə nəsillə müqayisədə qat-qat yaxşılaşdırılıb. Həmçinin avtomobilin daxilində olan səssizlik də qat-qat yaxşılaşdırılıb. Köhnə nəsillə müqayisədə aradakı fərqi mən kifayət qədər hiss edə bilirəm. Yeni nəsil RAV4-də həm də Toyota Connected Service adı altında Toyota qoşulmuş servislər yeniliyi də gətirilib. İlk dəfə RAV4-də bu tətbiq olundu və Azərbaycanda da bu xidmət üzərində çalışırıq və aktiv olacaqdır. Bu nə deməkdir? Siz artıq mobil telefonla avtomobilin idarə edə biləcəksiniz. Həm mühərrikin yandırılıb söndürülməsi, hava kondisionerinin telefon üzərindən açılıb bağlanması, qapıların açılıb bağlanması və bir sıra buna bənzər sistemləri siz telefon üzərindən idarə edə biləcəksiniz. Yeni RAV4 bu texnologiyanı dəstəkləyir və dediyim kimi qısa müddət ərzində Azərbaycanda bu funksiyanı da aktivləşdirməyi planlayırıq. Sonda göz oxşayan GR Sport versiyasının yanında qeyd etmək istərdim ki, yeni nəsil RAV4 barədə ətraflı məlumatı siz Toyota'nın Azərbaycandakı rəsmi diler mərkəzlərindən əldə edə bilərsiniz.